Deməli, ən çox sevdiyim bu kolbasadır. Servelat sarımsaqlı. Çox xoşum gəlir. Ən çox bizə bu həyatda söz atanlar, yəni bir sürə yazan, ümumiyyətlə adi həyatımızda da, istər sosialda da bir işi bacarmayan, bir əlindən işi gəlməyənlərdir. Bekardır. Heç bir işi bacarmır. Ona görə də o gün YouTube'da canlı açmışam. Bir ayda yazıb ki, haram pullarla deyir, ayı 3000'den çox pul alır deyir, altını da qoyub maşını sürür deyir. Belə baxıram deyirəm, yad adam bunu deməz, düzdür. Yad adama heç maraqlı deyil, biz o pulu hardan qazanırıq. Tanış biri deyə 100%. Bir oradan yazır. Deyə bilmir belə üzsə. Ən azı deyir buradan yazın. Uşaqlar sushi istəyir. Mənim xoşum gəlmir deyə. Bu arada indirimlər paylaşırdı. Sifariş verə bilmədim. Amma indi düşünürəm ki, sifariş verim. Biraz dadım qorulmuş sushini yenə də yeyə bilirəm. Belə ürəkdən yemirəm.